Salam, necəyik? Ümidvaram ki, hər biriniz yaxşısınız. Bugün sizə çox qısa tərzdə bir video çəkmək istəyirəm. Yəni, həmişəki kimi aktual mövzuları işıqlandırmağa çalışıram. Bugün sizlə bölüşmək istədiyim bir mövzu var. Bu mövzu nə üçün davamlı mənim qabağıma ciddi olmayan tip insanlar çıxır? Nə üçün mənim qarşıma qeyri-ciddi, qeyri-səmimi, münasibət qurmaq istəməyən, flörtöz, yalnız fiziksel yaxınlıq və təmas düşünən insanlar çıxır. İstəyirəm ki, bu barədə sizə geniş danışım. İlk öncə bildirmək istəyirəm ki, əgər davamlı bu tipli insanlarla qarşılaşırsansa fərqi yoxdur. İstəyir real həyatda olan münasibətindən, istəyir sosial mediada olan, belə deyək ki, insanlarla ünsiyyətdən sonra. İlk öncə birinci özümüzə baxmalıyıq ki, mən davamlı olaraq hansı davranışları təkrarlayıram, hansı düşüncə sxemlərim var. Yəni, bunu necə izah edirəm? Mən hansı düşüncə ilə bu tip insanlara yaxınlaşıram? Davamlı olaraq qarşı tərəfə özümü necə təqdim edirəm? Ümumiyyətlə, mən qarşı tərəflə danışarkən onu həqiqətən tanımağa çalışırammı, yoxsa öz beynimdəki modeli onu uyğunlaşdırıram? Və yaxud da ki, mən həqiqətən qarşımdakı insanla ünsiyyətdə olarkən həqiqətən özüm kimi qala bilirəmmi, yoxsa onu uyğunlaşdırmağa və özümü də ona uyğun etməyə çalışıram. Yəni, burada qarşılıq söhbəti gedirmi, yoxsa sadəcə olaraq mən odaqlı mı düşünürsünüz? Çox vaxt münasibətə başlamamışdan öncə mən odaqlı düşünürüksə və yanaşırıqsa, avtomatik həmən insanın asılılığına keçirik. Yəni, biz o insandan ya maddi asılığa keçirik, ya emosional asılığa keçirik, sevgi, qayğı, dəyər, diqqət istəyirik, ya fiziksel. Yəni, ona görə ilk öncə duracağımız nöqtə öz davranışlarımız. Davranış deyəndə nəyi nəzərdə tuturam? Məsələn, bu sizin, deyək ki, gündəlik həyatda istifadə etdiyiniz sözlərdir, cümlələrdir, özünüzü ifadə tərzinizdir. Sonra, məsələn, ola bilər ki, siz belə deyək ki, özünüz kimi geyinmirsiniz. Məsələn, özünüzə aid olmayan bir geyimlər seçirsiniz, bu da ola bilər. Və yaxud da özünüzə aid olmayan bir saç stili, göz makyajı, məsəl üçün deyirəm. Və yaxud da ki, kimisə diqqətini cəlb eləmək üçün bunu eləyirsiniz. Yəni, özünüzü, əslində mən özümü görə bilmirəm də, məsələn, bu geyimi ona görə geyinirəm ki, kişilər mənə yaxınlaşsın və o kişi modelinə uyğun tərzdə kişi yaxınlaşanda, təbii ki, o vibe verir sizə ki, əslində mən sənə bu niyyətlə yaxınlaşmışam, amma məsələ üçün deyirəm də, sən o vibe tuta bilmirsən. Çünki sən ilkin tanıtdırdığın versiya ilə olduğun versiya arasında fərq var. Ona görə özünüzə məxsus şəkildə geyimlər seçin, özünüzə məxsus şəkildə danışıq, ifadə tərzi seçin ki, qarşınızdakı insan başa düşsün ki, qarşımdakı insanın dəyərlər sistemi nədir, ehtiyacı nədir. Yəni, ağzı açan kimi artıq bunu bilmək lazımdır. Və bundan əlavə biz artıq yetişkin bir şəxsiyik, uşaq deyilik. Ünsiyyətdə olarkən soruşmaq lazımdır ki, sənin ehtiyacın nədir? Ümumiyyətlə, münasibət haqqında nə düşünürsən? Niyyətin nədir? Məqsədin nədir? Nə istəyirsən? Və ki, qarşı tərəf deyəcək, mən ümumiyyətlə münasibət qurmaq istəmirəm, ciddi münasibət mənlik deyil. Mənki ancaq takmalıq münasibətdir, flört düşünürəm və yaxud da ki, sadəcə dostluq düşünürəm. Qarşı tərəfin məqsədi və niyyəti, istəyi, ehtiyacının olmasına asılı olmayaraq, ikinci əsas sual mən özümə verirəm. Mən bu insanla nə kimi davam etmək istəyərəm? Məsələn, insan var, sadəcə dost kimi qalamaq istəyə bilərsiniz. Amma baxın, hansı özəlliyinə görə? Yəni, mənim üçün, mən şəxsən özümü misal görsəm, mənim üçün əsas öncəlik emosional kontaktdır birinci növbədə. Amma sizin öncəliyiniz məsəl üçün maddi kontaktdırsa, sonraki etaplarda məsəl üçün emosionallıq olmasa asılılığa düşə bilərsiniz. Fiziksel olub emosional olmasa yenə asılılığa düşə bilərsiniz. Ona görə düşünürəm ki, bu hissədə emosional hissələrinizi işləyin ki, sanki sizə kimsə sevgi, qayğı, diqqət versin deyə özünüzü ona sevdirməyə, təsdiq elətdirməyə, dəyərli hiss elətdirməyə çalışmayın və bir də ki, düşünürəm ki, siz davamlı olaraq hansısa bir ehtiyacdan deyil də həqiqətən istəkdən yola çıxın. Yəni, mən həqiqətən bu insanı istəyirəm deyə görüşürəm. Həqiqətən ondan sevgi istəyirəm deyə, pul istəyirəm deyə, təsdiq istəyirəm deyə görüşməm. Yəni, bunu nəzərinizdə saxlayaraq görüşməyə və ünsiyyəti davam etdirməyə çalışın. Əslində, hər bir insan başdan məqsədini deyir. Təbii ki, seçimlər dəyişə bilər. Ola bilər, ilk etapda bir insan ciddi düşünmək istəməyə bilər, flört düşünməyə bilər, evlilik düşünməyə bilər. Amma burada əsas məsələ nədir? Mən həqiqətən bu insanın özünə görə mi danışmaq istəyərəm, yoxsa nə etmək istəyərəm? Yəni, burada ikinci əsas, daha doğrusu üçüncü əsas nüans bizim girir sərhədlər mövzumuz. Mənim sərhədlərim hara qədər nə icazə verir? İstəyirəm ki, 4 vərəqi 4 hissəyə böləsiniz və yazasınız. Məsələn, birinci hissəni yaza bilərsiniz ki, dostluq. Yəni, mən məsələn, əks cinslə dostluq eləyəndə mənim üçün əsas nədir? Sonra yazın flört, sonra yazın sevgili müddəti, sonra yazın ciddi münasibət. Hər birinin uyğun özünüzə məxsus sərhəd verin. Emosional nə istəyirəm? İntellektual necə olmasını istəyərəm? Mənimlə cinsəl, maddi. Burada mənim istəməyimdən daha çox ehtiyacım nədir? Mən o hissəyə baxmalıyam. Ümumiyyətlə, mənim burada ehtiyaclarım nədir? Bax, bu hissəyə baxıb sərhədinizi çizə bilərsiniz. Məsələn, biri gəlir sizə öküz deyir.
mal deyir, məsələn deyirəm, sən dəyərsizsən deyir və yaxud da davranışınla bunu sizə açıq-aydın göstərir. Amma sənin burada sərhədin yoxdursa, ona bəraət qazandırmağa çalışırsansa, artıq özünə xəyanət edirsən. Yəni özünü aldadırsan da qısacası. Həmin insan deyə bilərsən ki, məsələn, bu danışıq üslubu mənə xoş deyil də. Yəni nə olsun ki, dostluq, tanışıq, lap nə olsun ki, flörtik, amma mənlə bu cür davranış üslubu xoş deyil. Və yaxud da insanla danışırsan, günlərlə, aylarla yoxa çıxır, ürək istəyəndə yazır salam necəsən, həmin vaxt sərhəd çəkə bilərsiniz ki, hey dost, sən əgər, hey insan, sən mənlə əgər flört istəyirsənsə, hər şey qarşılıqlı olmalıdır. Yəni mən nəyi verə bilirəm və nəyi ala bilirəm, qarşı tərəf mənə nəyi verə bilir və nəyi ala bilir. Yəni qarşılıqlı təmas üzərinə qurmaq lazımdır. Bir də həqiqətən mən münasibətə nə qata bilərəm? Yəni özünüzün adını deyin. Məsələn, mən Leyla, mən Könül, mən Əkbər münasibətə nə verə bilərəm? Ümumiyyətlə mən qarşı tərəfdən nə istəyirəm? Mənim ehtiyacım nədir? Çox vaxt biz valideynlərimizdən istədiyimiz ehtiyaclarımızı, istəklərimizi, uşaqlıqda yaşaya bilmədiyimiz və indiki həyatımızda həyata keçirə bilmədiyimiz arzuların hamısını partnyora yükləyirik. Belə olanda partnyor bizim üçün partnyor olmur. Ya bizim uşağımız olur, uşaq kimi yanaşırıq, onu yönətməyə, kontrol etməyə, dəyişdirməyə çalışırıq. Ya atanamız kimi yanaşırıq, hansı ki dəyişdirməyə çalışırıq, dalaşırıq, dava qırğın, ispat, sübut, sevdirməyə çalışmaq, təsdiqin qazanmaq və s. Ya valideyn ya da uşaq obrazında olur, o partnyor obrazında olmur. Həqiqi partnyor obrazında sən yetişkin bir şəxs kimi qərara gəlirsən. Lap deyək ki, sən ümumiyyətlə təkcə fiziksel yaxınlıq düşünürsənsə, yəni digər məsələlərdə yəni aktiv şəkildə olmaq istəmirsənsə belə, onun da belə qarşılıqlı razılaşması olmalıdır ki, mənə nə olar, sənə nə olar, qarşılıqlı nə edə bilərik və necə. Yəni qarşılıqsız olan hər bir şey, keçən videoda dediyim kimi, yalnız səni yoracaq və yalnız səni tükədəcək. Yəni istənilən münasibətdə qarşılıq prinsipinə əsasən nə verə bilirəm, nə ala bilirəm, nə verir, nə alır tipində və qarşılıqlı əsas. Məsələn, mən tutam ki, gündə ona 5 dəfə yazıram, amma o insan mənə heç yazmırsa, burada da artıq məsəl üçün mənim sərhədimdə tutam ki, bu xoş deyil. Ona bildirirəm ki, bax mən danışmağı çox sevirəm. O deyirsə, yox mən sevmirəm ümumiyyətlə belə. Əgər bu səni incidirsə və narahat edirsə, o zaman sərhədini çək. Yəni burada da özümüzə hörmət, özümüzə dəyər girir. Yəni həqiqətən belə. Bir də heç kəsi belə ilahiləşdirməyin. Həyatda çox insan var. Yəni əgər həqiqətən konkret müxtəlif münasibətlərdə özünüzü tapmaq istəyirsinizsə, heç kəsi belə deyək ki, wow dərəcəsində böyütməyinizə ehtiyac yoxdur. Yəni müxtəlif tip insanlar var, müxtəlif tip şəxsiyyətlər var. Danışıb tanışa bilərsiniz, öz standartlarınızı, sərhədlərinizi, ehtiyaclarınızı, məqsədlərinizi, niyyətlərinizi deyə bilərsiniz, rahat şəkildə kommunikasiyaya keçə bilərsiniz. Sadəcə tanıya bilərsiniz. Uyğundursa, okey, həyatınızda tanış kimi də qala bilər, dost kimi də qala bilər. Bəlkə həqiqətən gözəl bir insan tanıyacaqsınız. Bəlkə də heç uyğun deyil. Sadəcə deyəcəksiniz ki, mən məsəl üçün tutam da bu cür tərzdə və yaxud da bu cür xarakterlə və yaxud da ki, bu cür şeylər mənə uyğun deyil. Səni tanımağıma məmnun oldum, amma mən hal-hazırda bu etapdan davam edə bilməyəcəm. Yəni hamıya uyğunlaşmağa məcbur deyilik, hamında biz özümüzü uyğunlaşdırmalı deyilik. Yəni günahkar biz deyilik. Utanc ayıb heç nə yoxdur. Sadəcə bilməli olduğumuz nöqtə sərhədlər, ehtiyaclar, istəklər, məqsədlər, niyyətlər. Yəni bunlar və qarşımızdakı insanla nə istəyirsə ona baxmalıyıq. Yəni o bizim anamız, atamız deyil, uşağımız deyil. O yetkin bir şəxsdir, iradəsi olan bir şəxsdir. Yəni uyğunlaşırıqsa şuurlu şəkildə danışırıq, uyğunlaşırıq. Uyğunlaşa bilmiriksə də, yəni münasibətə sərhədimizi qoyuruq, hörmətlə, normal şəkildə insan kimi bitirmiş oluruq. Ümid edirəm ki, dediklərimdən nəyisə anlaya bildim. Əgər bəyəndinsə rəy yazmağı unutma. Səninlə danışmaq xoş oldu mənə. Eyni zamanda Telegram kanalından ödənişsiz şəkildə Telegram kanalıma abunə ola bilərsən, ödənişsiz təlimlərimdən xəbərdar ola bilərsən və Mənəvi Həyatlar kanalına keçid edərək öz üzərində işləyə bilərsən. Aşağıdakı linkdən əlaqə saxlamağı unutma və keçid et.